Tamarind paxlalılar fəslinə aid tropik bir ağacın meyvəsidir. Supermarketlərdə tamarind adətən çox da nəzərə çarpmayan qutularda satılır. İkinci adı Hind xurması olmasına baxmayaraq, ən çox Taylanddan ixal edilir. Bəs tamarindi nə üçün alırlar və onun dadı necədir? Yetişmiş tamarind meyvələri yüngül toxunuşdan asanlıqla dağılaraq qəhvəyi ətini üzə çıxaran kövrək qabıqla örtülüdür. Ətinin konsistensiyası yapışıqlı olub, cemi xatırladır. Meyvənin içində bir neçə möhkəm çəyirdək olur və onlar asanlıqla ətindən ayrılır. Tamarindin dadı turş şirindir və olduqca xoşdur. Onun tərkibində açıq-aydın seçilən parlaq dad notları hiss olunmur. Daha çox müxtəlif quru meyvələrin ümumi dadını xatırladır. Bir qədər